Bir dənə mütəvatir hədis oxuyuram sizin xidmətinizə. Həzrət Peyğəmbərimiz buyurur ki, Məsəlu əhli beyti kəməthəli səfinətin Nuh. Mən rakibəhə nəca və mən təxəlləfə anhə qariqə. Mənimdir əhli beytimin məsəli, Nuhun gəmisinin məsəlidir. Kim o gəmiyə sərnişin olarsa, nicat tapar. Kim o gəmiyə üz çevirərsə, boğular. İndi bu fəzilətlər ki, Peyğəmbərimiz bizə çatdırır. Bu fəzilətlər ki, Allah öz Quranında bizlərə çatdırır. Başqa insanlar haqqında gəlibmi? Varmı elə bir qrup, elə bir şəxslər ki, məsələn biz deyək ki, onların fəziləti Əhl-i Beytin fəzilətindən üstündür? Yoxdur. Bəs onda mən nəyə görə Peyğəmbərdən sonra fəziləti olmayan şəxslərin arxasınca düşməliyəm?